Salam əməkdaş dostlar, bu günləri Binance birjasında PHP-ni necə düzgün istifadə etmək lazımdır və hansı təhlükəsizlik qaydalarını biz gözləməliyik ki, sabahsı gün problem yaşamayaq. Bu haqda video çəkəcəm və ümumiyyətlə PHP alverləri necə edilir bu haqda da təbii ki videoda göstəriləcək. Təbii ki videoyu keçməmişdən qabaq kanala mütləq şəkildə abunə olun, mütləq şəkildə like və kommentlərinizi yazın və təbii ki Binance birjasında qeydiyyat keçməmisinizsə 20% endirimli referral link var məndə, hansından istifadə edib xərclədiyiniz komissiyaların 20%-ni özünüzə qaytara bilərsiniz. İndi isə davam eləyək, görək nə var, nə yox. Burada məndə Binance birjasında görürsünüz $14 var və bu üzrə bir əməliyyat eləyəcəyik və ümumiyyətlə əməliyyat eləyəndə, yəni PHP üzrə əməliyyat eləyəndə nəyə diqqət yetirməliyik ona baxacağıq. Birinci növbədə mütləq şəkildə nəzərə almalısınız ki, sizin Binance hesabınız sizin öz adınıza olmalıdır. Digər adamın adına olan Binance hesabına və yaxud ümumiyyətlə hansısa bir tanımadığınız adamın adına olan Binance hesabından PHP əməliyyat eləmək təhlükəlidir və problem yarada bilər. Məsəl üçün, satıcı ilə problem yarana bilər. Satıcı görə bilər ki, Binance hesabındakı ad, məsəl üçün, Həsənov Həsəndir, amma sizin verdiyiniz kart adı tamamən başqa bir adamın adınadır və bu da təbii ki, onun üçün, belə deyək, öz təhlükəsini qorumaq üçün sizdən əlavə məlumatlar istəyə bilər. Və təbii ki, hansısa problemlər də yarana bilər. Ona görə də mütləq şəkildə Binance hesabınızla bankda olan hesabınız öz adınıza olsun. Bu birinci növbədə olan qaydalardan biridir ki, problem yaşamayasınız, baş ağrı yaşamayasınız. Yox, siz əgər məsəl üçün kripto üzrə pro bir usersinizsə, yəni artıq bişmiş bir adamsınızsa, təbii ki, bu sizin üçün problem olmaya bilər və istənilən problemi dərhal aradan qaldıra bilirsinizsə PHP belə deyək də hissəsində, segmentində, o zaman bəli, ola bilər ki, sizdə Binance başqa adamın adına olsun, kart başqa adamın adına olsun. Bu təbii ki, pro userlərə aiddir, yəni kimlər ki, artıq bu işin içində bişib və bilir nə var, nə yox. Burada girik, deməli, trade bölümündə PHP-ni açırıq. Application, mən hal-hazırda video çəkirəm emulyatordan. Emulyatorda application-dan Binance-a girmək olmadığı üçün paskeyzat problemi olduğuna görə web versiyanı istifadə edirəm, amma prinsip demək olar ki, eynidir. Burada deməli görürük, USDT satışıdır, AZN özü görsə avtomatik çevirir. Bir neçə müddətdən sonra Binance başa düşür ki, mən Azərbaycandan girirəm, xəbərdarlıqları qəbul eləyək, gəlsin lazım olanda. Və görürük burada buy var, sell var, yəni satış və alış orderləri var. Səhv etmirəmsə, Binance birjasında Azərbaycan dili də olmalıdır, səhv etmirəmsə. Bir ara gəlmişdi, indi baxaq görək varmı? Ola bilər ki, Azərbaycanda da istifadə edə bilərik, amma yox, burada yoxdur, yəqin ki, ancaq application-dadır. Amma application-da var Azərbaycan dili. Baxırıq əsasən orderlərə, baxırıq satıcılar. Burada hal-hazırda görürsünüz buy deməkdir ki, bunlar satıcılardır, kimdən ki biz alırıq. Nəzərə alın, mütləq şəkildə nəzərə alın ki, əgər siz USDT alırsınızsa, ümumən biz həm alışı müzakirə ilə həm satışı. Əgər siz USDT alırsınızsa və orderə girirsinizsə, ilk növbədə baxın görək, əlavə hansısa şərtlər varmı? Və görürsünüz, adam yazır ki, salam, şərtləri oxumadan girməyin. Xəbərdarlıq, təsdiq 5-15 dəqiqə sürə bilər, normal haldır. Zaten orderin vaxtı 15 dəqiqədir. Üçüncü şəxs qəbul etmirəm və göndərmirəm. Bu nə deməkdir? Üçüncü şəxs qəbul etmirəm və göndərmirəm. O deməkdir ki, Binance sənin adıdır. Amma sən məsəl üçün Dayoğlu'nun kartından pul atacaqsan buna və yaxud nə bilim qardaşının kartından atacaqsan. Fərqi yoxdur. Bunlar hamısı üçüncü şəxs sayılır. Sən bu adama məsəl üçün əgər USDT alırsansa və bu adama pul atacaqsansa, bu adam zaten görəcək ki, sənin Binance-dakı adın tutaq ki, Həsəndir. Və kartdan Kapital Bankla göndərmirsən, məsələn, orada da Həsən yazılır. Və başa düşəcək ki, üçüncü şəxs deyil. Və sənin orderi buraxacaq, sənə problem yaratmayacaq. Əgər yox, sən götürüb burada order açırsan və kiminsə Levi kartından kiməsə pul göndərirsənsə, hansısa bir fırıldaq bir sxemana məşğulsansa, təbii ki, bu adam bilmirsən kimsən və görür ki, sənin Binance-dakı adın Həsəndir, amma kartdan pul gələn, məsəl üçün, başqa bir adamdır. Təbii ki, o adam öz üstündə fikirləşir ki, görəsən bu nə puldur? Bəlkə kiminsə balansından oğuramsan, bəlkə kiminsə bir bank hesabını sındırmısan. O təhlükəsizlik baxımından üçüncü şəxsdən qəbul etmir və bu çox doğrudur və normal bir haldır ki, orderində də bunu bildirir. Zaten orderində bunu bildirməsə də belə, bu qanun bütün hallarda PHP-də keçərlidir. Zaten Binance özü də bunu tələb eləyir. Bir-birimizə hörmət göstərək, hörmət qazanaq, like və rəy qarşılığı. Bu təbii ki, artıq istəsəz, əgər əməliyyat bitəndən sonra rəy bildirə bilərsəm. İçində rus dilində də yazıb ki, kimlər ki rus dilində başa düşürsə onlara. Burada görürsünüz, minimal məbləğləri var bunun. Hal-hazırda ancaq Kapital Bankla qəbul edilir. Order limiti 100 AZN-dən başlayır. Yəni 100 AZN-dən 4444 AZN kimi bu satıcıdan ala bilərsiniz təbii ki, öz kartınız vasitəsilə. Həmçinin də aşağılarda da var digər satıcılar, digər order qoyanlar var. Burada hamısı görünür. Keçirik sell bölümünə, yəni bizim satış eləmə bölümümüzə. Açığı heç satış eləmək istəməzdim, amma belə ümumən göstərəcəm və ümumən başa düşəcəksiniz ki, söhbət nədir.
Hal-hazırda satış orderlərində görürsünüz. Unibank var burada, Kapital'la Emon var burada. Məsələn, burada görürsünüz, limit orderi 300 manatdan başlayır. Biz öz 10-12 dollarımızı burada sata bilmərik. Bizə lazım ki, konkret olaraq 10 dollar, yəni 17 manat eləyir. 10 dollarlıq order tapaq. Və budur, görürük. 1.68 ilə Andrey Rus. Və mütləq baxın, görürsünüz, burada görürsünüz, bozdur. Bu deməkdir ki, bu adam artıq demək olar ki, bəlkə də bir yarım saatda, 15 dəqiqə, 20 dəqiqədə girmir. Nə tələsirsinizsə, belənsə profillərdən uzaq duran, hansı ki, bu boz rəngdədir, deməli, hələ ki, onlayn deyil. Ola bilər, siz order açanda girsin bura, problem yoxdur. Burada bank çeşidləri çoxdur. Digər orderlərdə təbii ki, burada tapa bilərsiniz, yəni orderlər var hamısı. Və məsəl üçün, satış düyməsini vurursunuzsa, satış etməyəmişdən qaba baxırıq. Banklar var burada, Leo Bank var, ABB var, bəli, məndə var bu. Amma məsəl üçün, gəlin, açaq order, amma yəqin ki, orderi çalışarıq ki, eləməyək. Çalışarıq eləməyək. Hal-hazırda burada balans məndə 2 dollar görsədir. Çünki burada mən transfer eləməmişəm. Funding balansda olmalıdır. Satacağınız məbləğ fundingdə, spotda olan məbləği sata bilmirsiniz. Bunda diqqət yetirin. Əgər sizdə balans var, görürsünüz ki, balans var. Amma düzgün yerdə olmalıdır. Funding bölümündə olmalıdır. Bunun üçün wallet bölümünə girirsiniz, spota girirsiniz və balansı yoxlayırsınız spotda. USDT görürsünüz spotdadsa əgər, görürsünüz bizdə spotdadır. Bunu buradan biz mütləq şəkildə transfer eləməliyik. Transfer eləyək, buyuruq transfer. Fiat and spotdan hara köçürdürük? Köçürdürük fundingə. Balans fundingdə olmalıdır. Yaxşı ki, bu çıxdı burada və bunu nəzərə aldıq. Konfirm eləyik, artıq 11 dollarımız köçdü ora. Ola bilər bəzi məlumatları mən burada qaralayım. Şəxsi məlumatlar ola bilər. Ona görə də yəni nəzərə alın. Qaydırıq P2B bölümünə və yəni də sel bölümünə qaydırıq. Yəni harada qalmışdıqsa ora qaydırıq. Gəlirik 10 manatlıq bizim 17 manatlıq orderi tapırıq məsələn. İndi hal-hazırda bu offline-da, amma başqa çarə olmadığına görə açıram, amma normalda bunu açmazdım mən. Amma hal-hazırda görürsünüz, vəziyyət odur ki, bu ola bilər. Gecdə cavab verə bilər, ola bilər. Gecdə ödəsin, çünki offline görsənir. Ola bilər ki, dərhalda orderi görüb, məsəl üçün telefon əlində ola bilər, orderi görüb gələ bilər. İkinci səhifədə baxaq orderlərə. Səhifənin çox getdikcə artıq qiymət də azalır. Burada görürsünüz, var hansısa bir VIP Exchange az. Düzdür, açığı mən adında exchange sözü olan adamlardan qəti sürətdə uzaq dururam. Biraz baxaq, amma orderə baxaq. Bilmirəm kimdir, nəticədə, amma ümumən adında exchange sözü olan adamlardan biraz ehtiyat eləyirəm. Çünki çox adamlarla əlaqə eləyirlər və onların kartlarına gəlib gedən pulun nə olduğu, nə olmadığı biraz bəlli olmaya bilər. Exchange nicklərindən uzaq durmağı məsləhət görərdim. Gəlirik burada, məsəl üçün, bilmirəm, o kimsə inciyər məndən orada videoya baxıb. Amma ümumən, yəni mənim öz fikrimdə exchange söhbətlərindən biraz uzaq dururam. Və keçirik. Yəni də bizim elə bir ki, bələdiyyədə mənim öz kriteriyama uyğun deyil. Burada məsəl üçün var burada görürsünüz. 17 dollar, 336 dollar. Bank of Baku'dur. Bank of Baku məndə yoxdur bu bank. Davam edib baxırıq. Burada 17 manat. Leo Bank Capital var. M10 GP1. Sell USDT vururuq. Baxın, burada seçirik bütün USDT-lər və kartı seçirik. Görürsünüz, məndə artıq kart burada avtomatik seçilib. Çünki mən kartımı qoşmuşam. Qoşmamısınızsa zaten sizdən istəyəcək qoşmağı mütləq şəkildə qoşun. Burada yazır ki, baxın, salam onlaynam, qohumun kartından istifadə edirəm. Artıq bu yazıdan sonra mən belə orderi davam eləmirəm açığı. Çünki yenə edirəm, bizə lazım deyil, bizə üçüncü şəxslərdən pul gəlsin. Bu təhlükəli ola bilər. Qohumun yazıb, amma bilmirsən həqiqətən də elədir, yoxsa yox. Ona görə də belə orderi davam eləmək mənasızdır. Yəni, ümumən, özünüz analiz eləməlisiniz. Özünüz analiz eləməlisiniz, özünüz buradan təhlükəsizliyi qorumaq üçün özünüz buna qərar verməlisiniz. Mən də order açmayacam açıq. Çünki 10 dollarlıq order açıb zırıltı bir şey eləmək istəmirəm. Amma sadəcə olaraq başa düşün ki, burada söhbət nədən gedir? Sən özün orderləri analiz eləməlisən. Məsəl üçün, burada var 150 manatlıq var. 15.000 dollara kimi ala bilir. 150 manatdan 3.400 manata qədər var. Məsələn, göstərir ki, müəyyən banklar var. Yəni də sell USDT vurub biz baxa bilərik. M10-a ödəniş kapitaldan olacaq. Like etməyi unutmayın. Yəqin ki, kim ki M10 hesabını verəcək, ona ödəniş kapitaldan olacaq. Ola olsun ki, öz kart nömrə məlumatlarımı burada biraz qaraltdım. Çünki istəmirəm kart məlumatlarım kimisə əlinə keçsin. Ona görə də bəzi məqamlar burada biraz qaraltılı ola bilər. Baxın, belədir uşaqlar. Yəni, özünüz orderi mütləq şəkildə tapmalısınız və mütləq şəkildə özünüz əmin olmalısınız ki, sənə göndərən adam hardan göndərir, necə göndərir. Sürətli və professional yazıb burada. Hal-hazırda onlayn deyil, ola bilər insandır. Amma məsəl üçün biz burada eləyə bilərik. 17. Deyəsən, biraz çox oldu bizim göndərəcəyimiz. Ya necə? Rovna 17 manat. Tam olaraq 17 manat eləmək olur. Tam olaraq. Və Capital Bank seçdik. Sell USDT seçsək artıq başlayacaq yəqin ki, orderi həyata keçirməyə bu adam. Və ümid edirəm ki, bəli, orderdən sonra da baxacağıq ki, zaten order bitəndən sonra
require buyer account da vurub, yəni özü də təsdiqləyir ki, üçüncü şəxslə işləmək istəmir. Və zaten pul gələndən sonra Binance-da sənə göstərəcək ki, bu adamın əsl adı nədir? Məsələn, Həsənov Həsən. Və gələn pulda da kartda görəcəksən ki, Kapital Bankınsa əgər, orada görəcəksən ki, ona görə də mütləq şəkildə tələb elə ki, mesaj bölümü var. Zaten sən yazışa bilirsən burada. Tələb elə ki, sənə Kapital Bankdan göndərirsə Kapital Banka, yəni məsələn Leo Bankdan Kapital Banka belə bir şey yox. Çünki orada ad görünməyəcək, o da problemdir. Və təbii ki, çek istəyəcəyi də mütləq şəkildə tələb edir. Yəni burada təhlükəsizliyin sənin və problem yaranmamaq təhlükəsizliyin sənin öz əlindədir. Özün analiz eləməlisən bazarı, özün baxmalısan USDT alveri necə eləmək lazımdır və öz USDT alveri eləməlisən. Yəni alver eləmək məsləhət görməzdəyim. Məsələn, exchange məsləhət görməzdəyim, amma pulunu ərləşdirmək istəyirsənsə, bəli, bir çıxış yolu kimi eləyə bilərsən və təbii ki, özün analiz edib yaxşı öz satıcını burada, yaxşı satıcını tapa bilərsən ki, ona USDT-yi satış edib təhlükəsiz qaydada pul əldə edəsən. Belə dostlar, videonu bəyəndisə mütləq şəkildə like eləyin, mütləq şəkildə komment bölümündə öz fikirlərinizi yazın, fikirləriniz çox maraqlıdır və kanala da abunə olmağı unutmayın. Sağ olun, gəlin görüşərək.